Pərakəndə obyekt sahibləri və yaxud əməkdaşları son bir ildə daha çox populyarlaşıb qarşılaşdığı bir şey var, onu demək istəyirəm. Deməli, Fövqəladə Hallar Nazirliyi adından, düzdür, açıq-aşkar demirlər Fövqəladə Hallar Nazirliyindən, balon satan şirkətlərdir, məhdud məsuliyyətli cəmiyyətlərdir, ya adi şirkətdir. Yəni, istənilən insan bir məhsulu alıb sata bilər də. Yanğın söndürə balondan gedir söhbət. Girirlər dükanlara, biraz sərgəli kostyum falan geyinirlər, ağ köynək. Girirlər dükanlara, deyirlər ki, təhlükəsizlik balonlarına baxmaq istəyirik, vaxtı keçibsə dəyişməlisiniz. Yəni, təklif eləyirlər, satış təklif eləyirlər. Bunların heç biri Fövqəladə Hallar Nazirliyindən gəlmir də. Yəni, dükanlar səhvən onları səhv başa düşür, qəbul edir. Elə bilirlər ki, Fövqəladə Hallardan gəliblər və balonların dəyişməmək üçün və müxtəlif yollarla nəsə pul təklif eləyirlər və yaxud onlar istədiyi halda alırlar da, pulunu verir. Məsələn, 12-13 manata qaz balonunu alıb, gətirib 50 manata, 40 manata, kimlə razılaşıb 30-25 təklif eləyirlər. Düz deyir, dəyişin, balonları yeniləmək lazımdır, yaxşıdır. Sadəcə mən dükanlara demək istəyirəm ki, biraz gözü açıq olsunlar. Yəni, bunlar rəsmi qurum deyil. Adi sahibkardır, gəlib sizə məhsul satır. Necə də bizə gəlirlər, məsələn, gəlib balonu təklif verir, mən də deyirəm ki, siz də ayaqqabınızı dəyişməsiniz, biz də ayaqqabı satırıq. Bəlkə elə bizdən ayaqqabı alıb dəyişəsiniz, vaxtı çatıb, geyinmişsiniz müəyyən bir dövrdə. Yəni, bunu demək istəyirdim ki, dükanlar elə olduğu halda təlaşa düşməsin. Bu balonların da sözsüz ki, həmişə təmiz vəziyyətdə, təzə vəziyyətdə saxlasalar, özləri yaxşı olar. Yanğından mühafizəni təmin etsinlər dükanlar.